Hello. Deməli bugün ay saçımı içdim. Çox böyük bir istək üzərinə dərs vlog çəkirəm. Burada bir dəqiqə saçım ilişib bura. Burada kitablarım var. Kitab nə idi kitab? Sabahın dərslərini eləyəcəyik. Bu boynumu qırxalatım. Onu gəlin başlayaq. İlk öncə riyaziyyatdan başlayıram. Çünki mən həmişə dərs eləyəndə riyaziyyatdan başlayıram. Riyaziyyatdan bu hissəni verir. Buranı katlamışam, yəni bildiyin göstərir. Bu hissəni 7-yə kimi verib. Çünki çıxanda eşitdim ki, müəllim dedi ki, 7-yə kimi yazın. Elib başlayaq. İlk sualı oxuyuram. Çoxluğu olan elementlərini sadalamakla yazın. A. Saytlar çoxluğu. Böyük S hərfinə işarə olunub. Yəni saytlar çoxluğunu məsələn A, I, O, U kimi yazacağıq. B. Günəş sistemindəki planetlər çoxluğu. O da P ilə işarə olunub. Ona da məsələn yazsa Merkuri, Venera, Yer kimi bunu coğrafiyasını keçmişdik. C-də yerin təbii peşlər çoxluğu T ilə işarə olunub. Burada bir dənə ay yazırıq. Çünki peş ayda. Yer planetindəki okeanlar çoxluğu O. Burada Sakit okean, Hind okeanı, Atlantik okean kimi okeana yaza bilərik. Mən onu yazım gəldim. Yazdım və gəldim. Deməli bura budur. Burada misal ki işarələrim ki, indi 2-ni yazacağıq. Bunlar cavablardır. İndi 2-ni oxuyuram. Verilmiş çoxluğun 3 elementi olan 2 alt çoxluğunu yazın. Alt çoxluğu bilirəm. Həndəsə fiqurlar çoxluğu adı verilib. B-də ölçülər çoxluğu, C-də qitələr çoxluğu, D-də çiçəklər çoxluğu, E-də paytaxtlar çoxluğu, F-də də canlılar çoxluğu, F-də. Onda bunu da yazım gəlim. Deməli saçma 2-ni də yazdım buradan bura kimi. 3, 1, 2, 3, 4, 5 dənə misalım qaldı cəmcə. Onları da indi yazım gəldim. Oxuya gedərik də onda. İndi 3-cü tapşırığı oxuyuram və bunu bir edirik. Videonu dayanmayacağım. Deməli yazılışında belə tutdum. Belə, okey. Deyir ki, yazılışında yalnız 1, 2, 3, 4 rəqəmləri iştirak edən onluq mərtəbəsindəki rəqəm, təlli mərtəbəsindəki rəqəmdən kiçik olan 2 rəqəmin ədədlər çoxluğunun bütün elementlərini yazın. Alınan çoxluğu A ilə işarə edin. Bu çoxluğun neçə elementi var? Deməli 1, 2, 3, 4 deyir. Və deyir ki, bu 2 rəqəmli bütün ədədləri yazın və onluq mərtəbəsindəki rəqəm təlli mərtəbəsindəki rəqəmdən balaca olmalıdır. İndi yazırıq. Buraya yaza bilirik ki, misal 3 yazım ilk öncə sizinlə birlikdə. İndi A çoxluğunu yazıram. Bir dəqiqə. Bu nə deyir? A çoxluğunu yazıram ki 11, 11, 12, 13 olar, 14 olar. Bunların hamısı olur. Sonra olur 21, 22, 23, 24. Sonra 31, 32, 33, 34. Ondan sonra 41, 42, 43 və 44 bitdi. Çünki deyir ki, onluq mərtəbəsindəki rəqəmin təlli mərtəbəsindəki rəqəm bu nə danışmaqdır? Onluq mərtəbəsindəki rəqəmin təlli mərtəbəsindəki rəqəmindən kiçik olmalıdır. Sizə də burada dərs keçirəm. Əvvəlki videolarımı özləniz o dərs keçirdim 5-ci sinifdə. Özləniz onları. Özünüzə çəkərəm. Bu çoxluğun neçə elementi var sayırıq. 1, 2, 3, 4. Deyək ki 4, 4, 4, 4-də. 4-ü vururuq. Hesablayaq yaxşı. 4, 8, 12, 16. 4-ü vururuq 4-də. 16. Deməli 16 elementi var. İkinci sual deyir ki 21, 12, 34, 32, 13 ədədlərin A çoxluğuna daxil olan və daxil olmayan elementlərin uyğun işarələrin köməyi ilə yazın. A çoxluğuna hamısı da daxil deyil. 34, 32, 13 hamısı daxildir. 21 və 12 hamısı daxildirsə yazırıq. Yəni hamısı daxil yazırıq. Orada yazırıq ilk öncə 21. Deməli 21 daxildirsə 21 A çoxluğunun daxil olmayan elementlərin uyğun işarələrin köməyi ilə yazın. Hətta çoxluğudur da. Belə yazıram. A, sonra 12 belə yazıram.
Yine A. Şu an yazarımı size böyle bir şekilde göstereyim. Bura misal 3'tür. Misal 3. 34. İsim bu qədər sıxmayacağım. Narahat olmayın. İndi bağlayıram və o birisləri hər halda özüm yazıb gələcəm da bilmirəm. Çünki ancaq rəziyyətimizdə qalmayacaq. Fərqli bir dərslərimiz də var. Tamam, misal 3 yazdım. 3 tane misal bir B'de işledik. 1, 2, 3, 4 tane misalımız kaldı. Bunları işleyeyim. Geleyim. Ondan sonra geçelim diğer fənlərimize. Geldim. İndi hər misal 3'ü tam qurtarmamışıq. Bir dəqiqə. Tam yazdım. Sonra mənim fədakarım. Okay. 33 ve 44. 11, 22, 30 ve 44'ü çıkarır çünkü hamısı ikisi de beraberdir. Burada 21, okey, 12, okey, 34, okey, 32, 13. Okey, onda hamısını düz yazmışıq. Gedirəm o misal yazalım. Deməli riyaziyyatda sonuncu misaldayım. Onu görə açmaq istədim ki, sonuncu 7'dəyəm. Deməli onu da oxuyaq və onu misal 7 işləyək. Çünki riyaziyyatın zaten sonuncu misalımdır. A bərabərdir. ABC çoxluğunun uyğun alt çoxluqlarını yazın. Bir elementdə alt çoxluq var. Buraya yazaq. Məsələn, bura bir elementdə alt çoxluqlar yazacağıq. ABC-yə rəqəmlər qoyacağıq. Bir elementli, 2 elementli, 3 elementli və 3 elementli. Heç bir elementi olmayan alt çoxluq. Yəni bir elementi bir dənə indi buraya yazıram və onu İnşallah səhv yazmıramdır. Bilmirəm. Mən belə anladığım üçün belə yazacağım. Məsələn, bura 2 yazıram. Hər halda bir elementi budur. Bu şəkil. Bir elementi isə budur. O birisləri də yazım. Onu B-ni də yazım. B-də deyir ki 2 elementdir. 2 elementdə isə 2 dənə element yazaq. Gəlin. 3, 5 yazaq məsələn üçün. Məncə belədir. Səhvdirsə, indi deyən düzəldərəm də dediyim kimi. Anlamı falan soruşub. A bərabərdir. 3 elementli deyirsə 3 tane element yazaq. 4, 6 və 8 yazıram. Heç bir element olmayan deyirsə boş çoxluqdur. Onu da bu da. Məncə. Buna da yazırıq. Boş çoxluq. Bu şəkil. Yerində yazdım. O da riyaziyyat. Qurtardım. Keçək indi hansı fənə keçək? İndi keçək ingilis dilinə. İngilis dilini işləyək. İngilis dilində deməli 2 tane tapşırığım var. Burada 4 ve 5. tapşırıq var. 4 ve 5. Bunları indi işləyək. Onda bunları indi işləyək. Aslında mən ingilisini sevirəm və məncə aslında gəldi mənə. Riyaziyyatla bağlayayım, o yana qoyuram. Riyaziyyatda bir dənə misal səhv yazmışıq. Yəni onu düzəltdim, gəldim. Deməli 7-də belə yazmalıymış. A, məsələn A, B, C, A, B, A, C, B, C, A, B, C və boş çoxluq. Belə yazmalıymışıq. Düzəltdim, gəldim. Riyaziyyat qoyuruq qırağa. Tez bir şəkildə ingilis dilinə keçdim. İngilis dilində burada deyir ki, ya müsbət ya da negatif, yəni inkarda yazın. Burada deyir ki, I went horse riding. Bunu müsbətli yazırıq. İkisini də müsbətli yazacağıq. I went horse riding. Özümüzdən burada bir cümlə mi yazmalıyıq? Onu başa düşmədim. Hər halda özümüzdən bir cümlə yazırıq. 2 dənə müsbət cümlə yazacağıq. 2 dənə mənfi cümlə yazacağıq. Burada deyir ki, birinci çalışmaya əsaslanaraq yaza bilərsiniz. Ona əsaslanaraq məncə yazaq. Exercise 4. İndi yazırıq ki ne yazaq? You sing, you believe. Neyse, kedim çocuğumla fikirləşim gəleyim, yoxsa yalnız cümlə gəlmir. İlk tapşırığımızı yazdım.
Deməli burada cümlələr fikirləşim gəlir. I stated at my friend. Bu müsbət. I read a book last night. Bu da müsbət. I didn't visit my grandparents. Bu mənfi. I didn't read the book. Bu da mənfi. Bunları yazdıq. Keçirik 5-ci çalışmaya. Exercise 5. Yəni exercise 5. Burada deyək ki, work is for exercise 4. Bunun partnerindən yazmalıyıq əslində. Partners name. Bu partnerlər this is brilliant. This is interesting. Yəni deyək ki, partnerlə 4-cü çalışmaya əsaslanaraq yazın deyir. Mən normalda bu cür tapşırıqları tərcümə edirəm, elə yazıram. Yazmaya başlayaq. Aslında bu cümlələr deyə. Bunu necə yazacağıq ki? Ya yazaq bir dənə. This is brilliant. 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 İndi rus dilinə keçdik. Çünki o partnerlə idi ingilis dilində. İndi mən rus dilini buradan tərcümə edirəm ki, rahat tərcümə edə bilək və oxuyacağam özüm. Buradan tərcümə elə ki, Rusca hardadır? Rusca tapım. Rusca hardadır? Rusca tapdım. Deməli bunu tərcümə edeyim. Ne tərcümə edeyim? Mən aydım, gözlə. Aha, indi tərcümə edirəm. Oxuyuram. Меня зовут Murad. Mənim adım Muraddır. Bunu oxuyub tərcümə edək müəllimə. Я прославился rano utram. Deyir ki, səhər tezdən oyanıram. Telao Zaryadku bir dəqiqə Umvaus bu nə cümlələri? Umvaus Rishu zubı i ubirau posteli. Pasteldə, yəni postel. Ev tapşırıqlarımı yerinə yetirirəm, üzümü yuyuram, dişlərimi fırçalayıram və yatağımı yığıram. Potom ya zavtraka. Sonra səhər yeməyimi yeyirəm. Bunu oradan oxuyuram ki, ağlımda qalsın. Собираюся idu v şkolu. Hazırlaşıb məktəbə gedirəm. Занятия начинаются в 8 часов. Dərslər saat 8-də başlayır. Ovedau отдыхаю. Adətən iclasımız olur. Затем я выполняю домашние задания. Dərsdən sonra evə gedirəm. Если остается свободное время, я гуляю в парке, играю с друзьями. Sonra ev tapşırıqlarımı yerinə yetirirəm. Вечером вся наша семья собирается за ужином.
Boş vaxtım olsa hakini dostlarımla oynayıram. Mi рассказываем друг другу о том, как pрошел наш день. Axşam bütün ailəmiz şam yeməyini toplaşır. Потом я слушаю музыки или играю в компьютерные игры. Sonra divanın musiqi dinləyirəm və oyunlar oynayıram. Перед сном я обычно читаю. Yatmasından əvvəl adlı kitab oxuyuram. Biraz həcmə səhv eləmədim. Deyək ki, günləri iş edirəm. Mənim adım Muraddır. Səhər tezdən oyanıram, ev tapşırıqlarımı yerinə yetirirəm, üzümü yuyuram, dişlərimi fırçalayıram və yatağımı yığıram. Sonra səhər yeməyimi yeyirəm, hazırlaşıb məktəbə gedirəm. Dərslər saat 8-də başlayır. Adətən iclasımız olur. Dərsdən sonra evə gedirəm, nahar edib dincəlirəm. Sonra ev tapşırıqlarını yerinə yetirirəm. Boş vaxtım olsa parka gedib dostlarımla oynayıram. Axşam bütün ailəmiz şam yeməyini toplaşır. Günümüzün necə keçdiyini bir-birimizə danışırıq. Sonra divanda musiqi dinləyirəm və oyunlar oynayıram. Yatmasından əvvəl adətən musiqi oxuyuram. Adətən kitab oxuyuram. Tərcüməyi səhv etmiş ola bilərəm, amma düz oxudum. Buradakı tərcüməyə əsaslanaraq bəlkə burada səhv olmuşam, amma bunu düz oxudum. İndi ev tapşırığı olaraq baxım görüm mən verib. Ev tapşırığı olaraq 2-ni verib. Buradakı 2. Yəni buradakı 2-dəki sən nə edirsən də? Səhər nə edirsən, günorta nə edirsən, axşam nə edirsən, bunu yazacağıq. Amma rusca yazmalıyıq. Bu tərcümə edib, yəni Azərbaycanca yazıb, sonra tərcümə edib rusca yazmalıyam. Bu arada son dərsimdə, sonra coğrafiya var. Coğrafiya oxumalı olduğu üçün sinəmdə oxuyamayacağım. Çünki coğrafiyada burada oxuyub öyrənməlidir. Ona görə coğrafiyanı bir yerdə keçəməyəcəyik. Amma rus dilindən sonra bağlayıram bu videonu. Onu yazaq. Rus dəftərimi gətirməmişəm, gedim gətirim. Deməli yazırıq. Burada gün rejimimizi yazım çalışma 2, çünki rusca bunu bilmirəm. Rusca çox şey bilmirəm, amma yəni bəzi çox şey bilməsəm çox şey bilirəm də. Lazım olan qədəri ilə bilirəm. Anlayacaq qədər. Kayda zat mənlik deyil ruscada. Utrom. Yəni bu deyir ki, səhər utrom, sonra dinləyim, sonra вечером. Bunlar okey. Bunlar isə rusca şeyləyib okey demək, ingiliscə rusca qarşısın bir-birinə. İndi mən bunları belə yazamayacağım ki, bunları mən tərcümə etməliyəm. ChatGPT. Hamının bildiyi. Mən bunu indi bunu yazmalıyam. Yaxşı bir şəkildə yazdım da yəni bunu. Əgər mətni öyrənməyə həsədi, indi öyrənəcəkdim belə əzbərdə. Çünki 4 cümləni falan öyrənərəm də yəni. Меня зовут Murat. Я просто Aha, yazdı Murat. Utrom Murat. Bu Murat. Biz bunu Murat'a yazırıq, yoxsa özümüzə yazırıq? Mən kimə yazacağım bunu? Murat'a yazırıq, özümə yazırıq. Murat'a yazırıq onda. Utrom Murat просыпается в 7 часов, умывается, завтракает и идет в школу. Burada deyir ki, yəni Murad tezdən durur, gedir məktəbə, elə deyir qaliba. İndi burada deyir ki, dinləyəm, on
ucztia w szkole. U niego owczno 6 uroków. Posle uroków on idzie do mojej obedajet oddychает и делает домашние задания. Иногда гуляет в парке и играет с друзьями. Kaldı wieczorem wysja semia собирается за ужином. Они рассказывают о своем дне. Потом Мурат слушает музыки или играет в компьютерные игры. Перед сном он çitayet. Şu oxudum, rusdan bəz gəlişir. İndi bunları oxuduğum kimi dəftərimə köçürəcəm, sonra isə tərcümə eləyəcəm. Onda köçürüm gəlim. Onda videonun sonuna gəldik. Mən dəstərimin hamısını qurtardım. Rus dilində yazdım və qurtardım. Videonun sonuna gəldik. Bu qədər idi. Dəstərim də qurtardı. Və belə videolar təvəllüdü sizə kanala abunə olub, video like atmağı və yorum eləməyi unutmayın. Bildirimlər də açın. İzləmə sayısını çoxaldın. Çünki mən izləmə sayısına görə çəkirəm. Videolarım uzun olur sizcə. Yazın. Bye bye.